Hər birini salamlayıram, əziz abituriyentlər, xoş gördük sizləri. Deməli, bu videoda mən 2 mart və 9 mart imtahanlarında düşən sualların səviyyəsi haqqında biraz dedim, belə bir video çəkək. Bu, düzdür, şagirdlər də məndən soruşurdular ki, müəllim, hansı çətin olub, hansı asan? Düzü fikrim var idi, amma Samir müəllim də gördüm, belə buna aid bir qəşəng video çəkmişdi. Orada sualların dərəcəsini eləmişdi. Mən də ona, necə deyirlər, çox qəşəng idi, xoşum gəldi və dedim ki, mən də belə bir maraqlı video çəkim. Ki, şagirdlər görsünlər hansı daha asan, hansı çətindir. Düzdür, artıq onlar imtahan verdilər. Onlara bunun faydası yoxdur artıq. DİM heç nə dəyişən deyil. Amma DİM-dən istəyimiz odur ki, yəni bu imtahanı təşkil edənlərdən istəyimiz odur ki, bunu digər imtahanlarda nəzərə alsınlar, üstə gəlinsin. Yəni imtahanların bir dəfə keçirilməsi ədalətli olardı ki, hamı eyni sualları görsün də. Yəni bəziləri fərqli sualları görəndə bu ədalətlilik prinsipi pozulur. İndi mən nə demək istədiyimi tam burada görəcəksiniz. Bax, burada yazdıqlarım, bu solda yazdıqlarım 2 mart düşənlərdir. Burada 9 mart düşənlərdir. Bax, məsələn, götürək adi bir çevrə sualından. Bax, məsələn, bu qapalıdadır, asandır. Yəni, çevrə qapalıdadır, asandır. Amma bu çevrə isə bu ətraflı olmalıdır səhvimiz. Ətraflıya düşüb. Həm çətindir, həm ətraflıya düşüb də. Yəni, şagird bunu yaza bilməyəndə 3 bal itirir, bunu yaza bilməyəndə 6 bal itirir. Burada asan düşüb. Bəli, burada sadəcə B ilə C-ni birləşdirməklə məsələni həll eləmək mümkündür. Çünki burada yazıb ki, yarısıdır. Da mən burada izah vermək istəmirəm. Çünki izahların onsuz da çəkib paylaşmışam hər ikisini. Prosto mən burada sadəcə müqayisə edəcəm. Amma burada yəni biraz fərqli qaydalar var da. Məsələn, burada birinci bunun 90 olduğunu bilməlidir şagird. Sonra buradan bunu çəkib bunun 90 olduğunu bilməlidir. Sonra oradan deməli qonşu bucaqlar haqqında məlumat bilməlidir. Yəni daha çətin versiyadır, həm də ətraflıdır. Sonra gələk ehtimal sualına. Ehtimal ümumiyyətlə biz hamımız bilirik ki, bu 2 martdır, bu 9 martdır. Biz hamımız bilirik ki, ehtimal ümumiyyətlə çətindir. Uşaqların çətinlik çəkdiyi sualdır. Bunu veriblər qapalıda, bunu veriblər açıqda. Yəni şagird yetimlərin çoxu ehtimalı bilmir də. Bu biraz çətindir də həqiqətən. Yəni ehtimal çətin bir sualdır. Yəni bu çətindir və şagird bunu bilməsə 3 bal itirəcək. Amma bunu bilməsə 6 tam neçəsə bal itirəcək. Yəni arada fərq var. Yəni çünki söhbət ümumi böyük əksəriyyətdən gedir. Böyük faiz, böyük əksəriyyət ehtimalı yaxşı bilmir də. Yəni biraz çətindir. Bunu gətirib heç olmasa bunu qoyardılar qapalıya. Şagird bilmirsə 3 bal itirərdi də, 6 bal itirməzdi. Üstəgəl bunu atıb da düz çıxarda bilər, yəni təsadüflə də düz çıxarda bilər. Burada həm də bunun gedişatı da çoxdur. Yəni burada biraz uzun verir. Burada elə bir 2 məsələni birləşdirib. Burada həm məsələ tipini də verib bunu. Məsələni həll eləməlidir. Orada sayını tapmalıdır. Məsələni verib sayını tapmalıdır ki, neçə dənə 5-lik, 10-luq, 20-lik var. Sonra oradan ehtimal tapmalıdır. Amma burada hazır şəkildə məsələn sayları veribdir. Özü verib də şagird heç əziyyət çəkib məsələ həll eləmir. Yəni buradan ehtimal daha çətin düşüb. Sonra məsələn baxaq növbəti sualımıza. Bir dəqiqə görüm. Növbəti sualımız bir dəqiqə. Növbəti sualımıza baxaq. Məsələn burada növbəti sualımız gəlir fəza sualıdır. Bax buradakı bu 2 mart düşən fəzadır, bu 9 mart düşən fəzadır. Burada şəkili özü hazır verib. Düzdür, yəni normalda ikisi də asandır, bu söhbət ondan getmir. Normalda ikisi də asandır. Mən burada demirəm, yox bu olimpiada dərəcəsində düşüb, bu sadə düşüb. Normalda ikisi də asandır. Sadəcə məsələ nədir? Burada axı vaxt məsələsi var. Şagird yazıq onu o həyəcanla 3 saatı onu çatdırıb yazmalıdır. Bir də ki bu attestat imtahanıdır, yəni buraxılış imtahanıdır. Burada bütün şagirdləri riyaziyyəti mükəmməl bilməyə bilər. Yəni orada hamı riyaziyyatçı deyil ki. Həm də ki vaxt məsələsi var, bunu çatdırmaq var, həyəcanı var. Yəni orada necə deyirlər, 1 dəqiqə də önəmlidir. Mənim nə qədər şagirdim olub, deyir ki, müəllim, sualları yazdım, amma axırda 2-3 dəqiqəm çatmadı ki, onu köçürdüm, aldılar əlimdən. Yəni demək istəyirəm ki, gör 2-3 dəqiqənin önəmi nə qədər vacibdir. Amma burada şagird hazır şəkili verib, şagird onun beynində təsəvvür eləməyinə ehtiyac yoxdur. Görür düz bucaqlı, 3 bucaqlı yerinə qoyur, tapır. Amma burada məcburdur o 2 perpendikular müstəvini təsvir eləsin. Düzdür, yenə deyirəm, biz bunu hazırlıqda keçmişik. Məsələn, mən bu sualı işlətmişdim hazırlıqda. Canlılarda da işlətmişdim. Hər yerdə işlətmişdim. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, yəni bu 2 martda düşəni şagirdə əziyyətə salmırlar. Burada biraz əziyyətə salırlar. Şagird onu fikirləşməlidir, düşünməlidir, tapmalıdır. Gələk bura. Bu çox asan bir sual. Tam cəbri
həqiqi ədədlərə aid olan bir sual. Amma məsələn burada iki mərhələlidir də belə deyək. Burada həm irrasional olduğunu tapmalıdır. İrrasionalını tapandan sonra hansı, hətta orada soruşmur ha. Məsələn soruşsaydı ki, neçəsi irrasionaldır, şagird sayını tapardı. Burada heç sayı da yox. Hansı hissəsi olduğunu, o şagird o hissəni də bilməlidir. Yəni söhbət ondan gedir ki, yenə deyirəm bu sual da şifahi sualdır. Amma buna baxanda bu daha vaxt itirir də. Yəni burada şagird daha əziyyət çəkir, daha vaxt itirir. Hə, onu da xatırladım ki, bəlkə 5 dənə şagirdim 25-i niyə yaza bilməyib? Bax bu suala görə yaza bilməyib. Yəni 5-i də 25 yazacaqdı. Bu sualda məsələn 1 tam dövrdə 6. Yəni bu dövrləri götürüblər irrasional kimi. Dövr irrasional deyil, rasionaldır. Ona görə boş bir yerə görə şey olub. 25-dən olub 24 yazılıb. Sonra məsələn bax bu sual. Bu sual ağın çıxardıblar burada. Burada kürənin həcmini soruşur. Kürənin həcmi yəni bu 3 saniyəlik sualda 3də 4 Pierre kubdur. Gətirib erin yerinə 3 yazırsan. Amma burada artıq şagird orada nisbəti bilməlidir. Bilməlidir ki, həcmlər nisbəti K-nın kubuna bərabərdir. Sahələr nisbəti K-nın kvadratına. Yəni söhbət nədən gedir? Yenə deyirəm. Bunu həll eləməyə heç 30 saniyə vaxt çəkməyəcək. Bunu həll eləməyə bəlkə də bir dəqiqə vaxt sərf edəcək. Düşünməsidir, yazmasıdır, biraz çəkir də. Sonra burada məsələn tənasüb müəyyən qədər asandır da. Kənar hədlərin hansı, orta hədlərin hansıdır. Amma burada faiz məsələsidir. Burada biraz düşünməlidir şagird. Bu məsələ silsilə sualıdır. Bu sual 3 saniyə çəkmir də. 5-ci hədd n-ə 5 verdin. 15 çıx 1, 14. Şifahi 3 saniyə. Amma bu silsilədə şagird xassəni bilməlidir ki, məsələn, ortadakı bərabərdir qıraqdakıların cəmini yarısı. Sonra modul tənliyi bilməlidir şagird. Yəni vaxt itirir də. Bunu 3 saniyəyə yazır, bunu 1 dəqiqəyə yazır, 2 dəqiqəyə yazır. Görürsünüz, hər sualda vaxt itirir şagird. Bu kompleks ümumiyyətlə 1 saniyə, yəni saniyə yox, o deyirlər 1 an. Bir anda şagird görür 4-2, 4+2, hanı? 4+2. Yəni 1 an, 1 saniyə heç çəkmir, bunu yazır. Amma buna 1 dəqiqədən çox vaxt itirir. 2 dəqiqə vaxt itirir, üstəgəl orada i-ləri çevirməlidir, i üstü 5-ləri sadələşdirməlidir, i üstü 35 sadələşdirməlidir. Sonra orada kompleksdən qoşma olduğunu bilməlidir. Yəni buna 2 dəqiqə vaxt sərf edir. Özdə elə də asan sual deyil, yəni buraxılış səviyyəsində də şagirdlər üçün biraz çətin. Amma bu şifahidir. Yəni burada söhbət nədən gedir? O mövzuların tarazlığı gözlənilməyib də. Sonra məsələn buna baxaq. Bu şeyə aid sualdır. Yan səthinə bu prizmada, yəni çox üzlüyə aid olan bir sualdır. Burada isə çox üzlüyə aid olan sual budur. Məsələn, düzdür, bu şəkildə topluda var da, eynisi var. Elə orada da veriblər bunu. Söhbət ondan gəlirsə, burada bir mərhələdədir. Burada 2-3 mərhələ var. Burada sadəcə bir dənə yan səthinin düsturun yazır cavab çıxır. Şifahid də H12-dir burada. Amma burada isə nə bilim o tapmalıdır. Tam səthin düsturun yazır. Orada oturacağın sahəsi var. Tərəfi tapıb, perimetri tapıb. Yəni biraz uzun gedir də bu. Həlli uzun gedir biraz. Bu trigonometriyada məsələn bu sual daha asandır. 231-i yazır. 270-39 kimi cavab çıxdı. Topluda da var. Bu isə biraz uzun gedir. Yəni burada vurub açmalıdır, biraz sadələşdirməlidir. Yəni bu daha asan tipindədir. Bu sualda da yəni buna nisbətdə bu biraz daha çətindir. Çünki burada necə deyim, şəkildə elə görmək olur onu. Simmetrikdirsə koordinat başlanğıcını nəzərən, deməli bura -4, 3-dürsə, deməli bura 5-dir, bura da 5-dir, bura 10-dur. Sonra da bu simmetrikdirsə, burası 7-dirsə, bu 7 nöqtəsinə kəsir. 7-dirsə, burada 7-dir, 14. Yəni tez tapa bilər. Amma burada məcburdur 3 dəfə simmetriya çevirə orada. X oxuna nəzərən, ordinat oxuna nəzərən, koordinat başlanğıcına nəzərən o fiquru qurmalıdır, onun perimetrini. Yəni yenə deyirəm, ikisi də biraz digərlərinə nisbətdə çətindir, amma bundan daha vaxt aparandır, çətindir. Loqaritmiya gələndə burada şagird nə etməlidir? Burada şagird loqaritmiya gələndə şagird burada bu kökü bilməlidir. Kökü biləndən sonra yəni 2/5 yazmalıdır. Sonra onları oturub nə etməlidir? Orada onları ortaq məxrəc tapıb hesablamalıdır. Amma burada daha tezdir. 14 - 10, 14 + 10. Yəni burada burada gözləyiblər. Burada şeydir. Burada artıq 2 martdakı biraz buna nisbətdə çətin olub, bəli. Yəni yenə də gözlənilməyib də. Burada 2 mart daha biraz buna nisbətdə yüngülvari çətin olub. Amma burada
Burada heç gözlənilməyib. Burada bu asandır, ətraflıya düşüb özdə. Bu asandır, amma bu biraz çətindir. Çünki burada konkret olaraq düzbucaqlı, üçbucaqdır. Katetlərin hipotenuza yazıb ki, katetin hipotenuza nisbəti 4/5. 4x, 5x, avtomatik bu 3x-dir. Bunların da cəmi perimetr verir, cavab çıxdı. Amma burada şagird Evklid teoremini bilməlidir. B-in kvadratı bərabər A-ın vur MC. Bunu tapandan sonra bunun sahəsini tapmalıdır. Sonra bilməlidir ki, bu diaqonal sahəni yarı bölüb bunun da sahəsini tapmalıdır. Sonra toplamalıdır. Yəni həm vaxt aparır, həm də buna nisbətdə bu daha biraz çətindir. Yenə deyirəm, halbuki bu topluda var, söhbət ondan getmir. Axırda fikirlərimi cəmləyəcəm. Bu suala gəldikdə bu sual daha asandır, amma burada məsələn buna baxın indi. Bunu həll eləmək üçün şagird 2-3 dəqiqə vaxt sərf eləyir. Burada x kvadratı çıxardır, daha doğrusu x kubla 1-in kublar fərqini yazır. Burada 2-ni çıxardır, sonra bunu tərsinə çevirir, sonra orada kubları açıb ortaq vurğu çıxardır, ixtisarlar eləyir. Yəni həm zamanı gedir bunu həll eləyəndə, həm də ki orada xırdalıqlar var deyənə səhv eləmə ehtimalı daha çoxdur. Amma burada isə şifahi rahat 49/29, 49/29, 46/26, 46, yəni daha tezdir. Yəni sözümün canı nədir? Sözüm nədən ibarətdir? Düzdür, böyük fərqi yoxdur. Ümumiyyətlə iki imtahanın ikisi də rahat idi, asan idi. Çətin deyildilər. Oxuyan üçün necə deyərlər, oxuyan şagird üçün çətin deyildi. Yəni nə qədər 25 yazanımız var, nə qədər 24, 23 yazanımız var. Söhbət ondan getmir. Söhbət iki imtahan arasındakı fərqdən gedir ki, bəli, biraz 9 mart vaxt itirilmə cəhətdən mərhələləri çox olan şəkildə, yəni daha çoxluq təşkil edir də. Yəni faiz etibarı ilə 10%, 15%, 20% bəlkə də çox deməyək. Yəni biraz bu 2 martdan əlbəttə ki, çətin idi. Yəni 10% də olsa çətin idi. Ki, yəni şagird vaxt itirir də. Yəni necə deyərlər, bu 2 martda düşən imtahanı hansısa bir şagird yarım saata, yəni 30 dəqiqə yazırdısa, amma həmin şagird 45 dəqiqə gərək vaxt sərf eləyək ki, bu 9 martı yaza. Yəni buna 30 dəqiqə, buna 45 dəqiqə. Üstə gəldi orada biraz çətinliyi artırmış suallar var. Məsələn, elə şagird var idi, yazıblar, YouTube-da da yazıb. YouTube-dakı kommentlərdə də oxumaq olar. Yazıb ki, müəllim, mən deyir ki, məsələn, mən 2 mart imtahanını yazdım, oradan 20 dənə yazdım. Amma getdim imtahan 9 martda getdim deyir, 15 dənə, 14 dənə yazdım. Yəni deyir ki, əgər 2 mart kimi düşsəydi, mən də yazardım oradan 20-21 dənə yazardım. Məsələn, belə hallar var. Düzdür, o evdə yazıb eləyib, o heç, amma axır ki də ümumi şagirdlərin bütün çoxluğu nəzərə alanda burada bəli, biraz 2 mart, yəni 9 mart biraz daha çətinliyi, yüngülvarı artırılmışdı. Mərhələsi daha çox olan misallar çoxluq təşkil edirdi və bu da şagirdlərin yeni deyirəm, həm vaxtlarına azaldırdı, yəni vaxt itirirdilər, həm də ki, biraz çətinliyi artırılmış suallar daha çox idi. Ona görə buradan sözümüz bu imtahanları təşkil edənlərədir ki, yəni bunu etməsinlər də. Yəni keçən il əslində çox yaxşı idi, keçən il qorunmuşdu, hər şey yaxşı idi deyərdim. Amma bunun bir dənə çarəsi var da, çünki demək olar ki, imtahan, məsələn, əvvəlki illərdə daha çox böyük problemlər var idi. Yadıma gəlir, 2021-ci il idi, o vaxt 3 seans, 6 seans, 6 imtahan olurdu. İndi 2 imtahandır, o vaxt 6 imtahan olurdu. Yadıma gəlir də aprelin 2021-ci ildə 15-16 aprel, 22-23 aprel, 29-30 aprel olmuşdu, səhv etmirəmsə. Və 15-16 çox asan idi, 22-23 də axır ki, orada orta idi, 29-30 çox çətin idi. Yəni 15-16 ilə 29-30 arası imtahanlarda çox fərq var idi və şagird yəni nə qədər bal itirmişdi. Yəni o ədalətlilik orada da gözlənilməmişdi. Məsələn, hansısa şagird 5 bal, 10 bal itirsə belə istədiyi ixtisasa düşməyə bilər. Yenə də ədalətlilik pozulur. Bunun da bir dənə çarəsi var. Ölkə üzrə vahid zamanda, yəni eyni zamanda bu imtahanları keçirsin. Yəni eyni zamanda bir dənə test olsun da. Yəni bütün şagirdlər eyni testi versinlər və onda artıq heç kim deyə bilməyəcək ki, biz yaxşı yazdıq. Yəni bizə asan düşdü, yox, bizə çətin. Onu heç kim deyə bilməyəcək. Ona görə din bunu etməlidir ki, belə bir ədalətsizlik yəni qorunmalıdır, yəni olmamalıdır. Bu şəkildə. Deməli, yəni şagirdlər məndən soruşurdular, müəllim yazırdılar ki, yəni bu barədə video çəkin, necə oldu? Yəni ümumiyyətlə videodan əlavə, yəni soruşurdular ki, hansı asandır, hansı çətindir? Mən də dedim ki, ümumi belə bir video çəkim ki, şagirdlər də özləri görsünlər. Sağ olun, salamat qalın. İnşallah bloku daha çalışın. Həvəsdən düşməyin, yadda saxlayın ki, bu həyatda kim dayanırsa uduzur.
Yəni dayanmaq lazım deyil. Yəni tutaq ki, buraxılış yaxşı alınmadısa, dayanma. Onsuz da alınmayıb. Dayandın, onsuz da itirəcəksən. Dayanma, irəli. Çox çalış. İnşallah mən də dəstək olacağam sizə. Ödənişsiz şəkildə dəstəklərim olacaq. Eləcə də ödənişli şəkildə də blok sürət qruplarımız olacaq, sınaq qruplarımız. 2 ay içərisində bütün proqramı mükəmməlləşdirəcəyik. Hər gün dərs keçəcəyik blok, sınaq və sürət qruplarında. Nömrələri bilirsiniz, yazarsınız. Qoşulmaq istəyənlər də qoşular. O cür dəstəyimiz də olacaq. Belə YouTube-da da dəstəklərim olacaqsa, inşallah bloku da mükəmməl yazacağıq. Sağ olun, salamat qalın.